Kəndə qar gəldisə, şəhərə gediş-gəliş çətinləşir. İnsanların ümidi Allaha, qarınları isə bir parça çörəyə möhtac qalır. Çayın o tayında maşınlar hərəkət eləyərkən, bu tayında hələ dünyadan xəbərsiz körpələrin sürdükləri xizək səsləri eşidilir. Əgər mən bələdiyyə seçilsəm, körpü tikdirmək üçün əlimdən gələni eləyəcəm. Əlimdən gələni əsirgəməyəcəm, 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 əsirgəməyəcəm. Bu cümlələri də mən dedim. Ha! Sən küləyin yenə hardan əsir? Dövlət o de, körpünü tikib tutarır e. Zalım oğlu, zalım. Danışmaqdan başqa bir şey bilmirsən. Gəlin. Vaxtım yox idi, içini yaza bilmədim. Adını özün yazarsan. Yaxşı, amma sənə bir dənə söz deyim. Çıxışın çox təsirli idi. Şokolad kimi. Amma da mənə, gələrsən. Ha, mənə bax. Hə, Kimin dəvət damasıdır? Pir Məmmədin oğlunun toyudur. Hansı oğlunu? İkisindən birini, nə bilim hə. Hasibe. Vəli, ana qurban sənə, biraz güc elə. Edirəm də, edirəm. Ol bırakın. Biraz möhkəm bas, girəcək. Ana sen başa düşmürsən, senin deməyinlə deyil, mənim də basmağımla deyil də, ayaqqabı balacadır. Hə, gör neynirsən? Biraz möhkəm bas, girəcək. Gülmürək. Ay oğul, biraz da möhkəm bas, bir də gördün, girdi. Ay mama, səhərdən bəri mən neyinirəm bəs? Mən də o çalışıram da. Möhkəm bas da. Hə, Yox, hə, yox, hə, yox, hə. yox, gülmür. Vəli, sənə nə olub? Güc elə də. Hay ona. O tutarım mən güc elədim. Hə, Ayağımı bura dürttüm. hə. Bu mənim onsuz ayağımı sıxacaq. Mən aksiya-aksiya gezəcəm. Bütün kənd cəmatı deyəcək ki, bu bəy topaldır. Kəndin cəmaatı bilmir ki, sən topal döysən. Kimə göstərirsən ha özü? Ata, bu ayaqqabı mənim ayağımı sıxarsa, mən öz toyumda yanak kəlmə, şalaqlı bəs necə oynayacam, hə? Yoxum, hə, bir izləyim də. Öz toyumda, ayılma. Qandaçım oynamayayım, hə? Orası elədir. Bu nə işdir düşmüşük? Ay kişi, dəvətnamələri neynədin, payladın? Verdim toyun tamadasına. Özü paylayacaq. Ay sizi xoş gördük, kənd əhli. Salamünaleyküm. Tut görüm. Məşəd Qasım, mənə də bir stəkan çay, dəmli olsun. Sabah Pir Məmmədin oğlunun toyudur. Gələrsiz. Tamada mən olacağım. Toy harda olacaq? Ay kişilər, indiyə qədər harda olub? Harda olub? Kənddə. Əlbəttə hə. Tut görüm. Bunun içi boşdu ki. Hə, zalım oğul. Sən başın doldu be ya. Adı yaza bilirsən? Ha, niye yazmıram ki? Yaz da. Yaz. Yaz ki,
hörmətli Qaçay bəy, səni oğlumun toy mərasiminə dəvət edirəm. Sonra da qattala, o civvə də sabah toya gəlməsən, sənə söz verməyəcəm danışmağa. Çayın pulu. Soyuldu ki. Ay geline bak geline, elini koyup beline. Nədir? Yenə sifəti niyə sallanıb? Sabah toyudur, üzündəki qaşqabağa bax. Gəlinlik paltarımı gətirdilər. İndilərdə gətirməlidirlər. Bax demişəm. Əgər paltar xoşuma gəlməsə, ərə gedən deyiləm. Bir paltara görə. Onsuz da mənim babım deyil. Üzdü bu boyda. Yine küçük qardaş əli olsaydı, razı olardım. Onun saç zatı qəşəngdir, uzun. Böyük qardaş dura-dura kiçik hardan çıxdı? Bir də nə fərqi var? Əli olmasın, vəli olsun. O da kişidir də. Mənə bax ey, ağlıvı başıva yığ. Boş yerə deməyiblər. Qızı öz başına bıraxsam, ya halvaçıya gedər, ya zurnaçıya. A kişi, nə gözlərvi döyürsən? Bir çarə tap da. Deyirəm bəlkə kesip yüzürdək. Əla fikirdir. Heç ağlıma gəlməmişdi. Boğazlarına piy çəkərik, ayağın sürüşüb girəcək. Ben bunu yalın ayağıma giyineceğim. Yalın ayağına ne giyirsən ha? Keçip elə köpəyoğlu şeydir ki, çorap ayağında sürüşüb girəcək. Yoksa bu girer de ha? Girer, girer. Değil girer. Girər, girər. Girəcək, girəcək. 42 razmer ayaqqabıya 44 ayaq nəfər girsin ha. İndi mən bunların içini elə yağlayayım ki, ayağın hop eləyib girəcək. Hə, Vəli? Götür giyin. Gör necə girir. Ana güzelirsən. Gücənmə. Gücü aşağı. Ayağına ver. Kişi sana bərk bas. Sən bacaracaqsan. Güc elə. Bravo. Sən Pir Məmmədin oğlusan, adımızı batırma. Bas deyirəm sənə. Sürdümü səni halal eləmərəm. Ayağımı o ayaqqabıya basma. Bu kənddə adımız, sanımız, hörmətimiz var. El içində bizi rüsvay eləmə. Bərk bas.
De. Girdi. Hə, girdi. Girdi hemen başladı. Girdi. İndi o biri hangiyin? Biri oldusa o biri de olar. Salam, hoş gelmişsin. Geç içeri. Hə, necədir? Bəyəndin? Söz vermişəm də. Bəyənsəm ərə gedəcəm Vəliyə. Hə, Bəyəndim. nə yaxşı. Amma bu paltarda Əliyə daha çox yaraşardım. Olmur da, olmur. Ana bak. Bu tay oldu. Bu tay olmur. Olmur ki olmur. Bəs biz indi neyik? Hə? Ne bileyim. Toya bir gün qalıb. Özdə belə bir gündə, Novruz bayramı günündə toy eləmək bilirsən nədir? Yox. Bayram bayrama qarışacaq. Bəh, bəh. Bəhbə yok ayakkabı. Ayağım olmur. Bir şey eləyin də. Deyirəm bəlkə Qüdrətə deyəsən. Bir də baxsın ayaqqabıların içinə. Görsün yeşəsi var. Əli, ay Əli. Qüdrətin dükanına getdi ki, anam deyir, ayaqqabı uşağın ayağına balacadır. Gör bir yekəsi var versin. Bu qarda qiyamətdə tükənə nəyə gedim? Zəng eləyib soruşaram da. Ha, buradan sen geçmir. Buradan getmir, çıxıb evin başından yığaram. Ters oğlu ters. Ha dükkan buradan burada. Evin başına ne çıkırsan bir dakika geç soruş gel de ha. Bu telefonu nə almışıq, bəs başa düşəməyəm. Özün bilərsən. İstəyirsən dağın başına çək. Saçına zadına bak bunun. Geç saçın sözünü kırttır. Adımız sanımız var. Ha, belə xoş. Qudrət dayı da qocamandan telefonuna da düzəməli zəng çatmır. Qudrət dayı! Oy Qudrət dayı! Oy Qudrət dayı! Hə! Nədir, nə olub? Ay Xeyran Sabacı! Atana denən dama çıxsın, zəng eləyəcəm! Hara zəng eləyəsən? Dama çıxsın denən, dama! Atam hara çıxsın? Ay sənin qulağı vax. Pambıq tıxasınlar, eşitmir. Atana! Dama çıxsın! Atam dama qalxsın? Atana denən ki, dama qalxsın, dama! Zəng eləyəcəm ona! Atam evdə yoxdur. Mən dama qalxamıram. Mən zəng eləmə. Sən? Hə, mən. Ha, yaxşı, yaxşı! Bəli? Anam dedi ki, o Vəliyə göndərdikləri ayaqqabı ayağına girmir. Gör onun irisi var. Gözlə tükana baxım gələm. Ay! Lazım sən.
Yaxşı. Ne oldu? Bir şey tapabildin? Yox, heç nə yoxdur. Hamısı xırdadır. Bəs onda necə olacaq? Bir də Novruzdan sonra təzək qablar gətirər atam. O da qar ərisə. Ha, yaxşı sağ ol. Kontrolum da azdır. Ana, ay ana. Ana. Hə, nə deyir? Yekəsi var. Yox, deyir Novruzdan sonra qar ərisi olacaq. Amma Vəli Pərinin heç ürəyincə deyil. Deyir, əli olsaydı yenə hə. Əldən mənim də xoşum gəlir. Hə? Yaxşı oğlandı. Düzdür. Amma da deyə bilmərik ki, Vəli olmasın, əli olsun. Amma qızın ürəyi deyəsən əlidədir. Ana ürəyim belə hiss eləyir. Ay yetər. Can, Sənə bir söz deyim. de, Amma mən düz başa düşüm. nə olub? Bunlar bizə gələndə demədilər axı qızı Vəliyə istəyirik. Bəs nə dedilər? Dedilər qızınızı oğlumuza istəyirik. Dəqiq elə dedilər. İndisi kimi yadımdadır. Hə. Adumat demədilər. Gərək soruşaydın. Soruşmadı. Nə bilirsən? Bəlkə qızı Vəliyə yox Əliyə istəyirlər. Əliyə demədilər axı. Vəliyə də demədilər. O sabah toyda bilinəcək. Belə şey olar, hə? Yol iz də yoxdur ki, rayona bir adam göndərək, alıb gətirsin bunu. Çəkməçi Rasimdə vaxt tapdı ölməyə. 2 ay dözsəydi nə olardı ki? Köhnələrini düzəldərdi bunun. Deyirəm, ayaqqabını qaytaraq qüdrətə. Onsuz da Vəlinin ayağına girmədi. Heç olmasa üstümüzə qalmasın. Niyə qaytarsın ki? Mənə ki olur, mən geyinərəm də. Sənə olur? Nə bilirsən sənə olduğunu? Səhər elə geyindim. Ayağıma oturdu, elə ayağıma düşmüşdü. Giyin görüm. Ha? Hayır. Oldu. Vəli, ver onu da geyin. Hı? Ver. Hı? Deyirəm, çıxır ki, vereyim. Çıxma. Çıxmır. Çıxardı. Çıxar. Onda qaldı. Heç nə yoxdur burada. Gördüm, dedim çıkmayacak Ali. Ağzına da çıkmasın Ali. Dur Ali. Çıksın, ne çıksın? Koptu Ali, koptu ayağım. Ne olur Ali, biraz da töz çıkacak Ali kalsın. Ayağım çıkacak, ayakkabı yok. Ali. Babamın görüyor, biraz da töz çıkacak Ali. Ali, babamın yolu çıkmayacak Ali. Vəli, biz qardaş olmadı ki, düz də. Ali koptu. İşe bak Bu ayak girmir de hindi de çıkmır. Koreyi soydu. Gəlin yemeğinizi yiyin, sonra bir şey fikirləşərik. Gəlin, gəlin. Elini canımı kurtarsam gelirim bir saat. Aparmış da ayağımı.
Dur gör kimdir. Kimdir bala? Belediyedəndir. Gelsin gözüm size yeri var. Olar. Hoş gelmişsin Bellem. Kes otur konağımız ol. Qonaq olmağa vaxt yoxdur. Bir Məmməd kişi. Bir dəqiqəliyə gəlmişəm. Xeyirdi mi? Xeyirdir. Bura qol çək. Bu nedir Bellem? Kənd bələdiyyəsinə seçkilər yaxınlaşır. İmzanla təsdiq elə ki, ailənlə iştirak eləyəcəksən. Hara kol çekim? Bura qol çək. Bura çekeyim. Hə, bura qol çək. Bura çekirim ha. Hə, bura. Buyur. Ay səni min yaşa. Salamat qal. Kasıbçılığın üzü qara olsun. Fikir verməyin. Hər şey yaxşı olacaq. Mən bələdiyyə seçilsəm, bir cüt ayaqqabı mənim boyum. Vəli döz. Bu ayaqqabı ayağından çıxsın, neynəyəcəyimizi bilək. Hə? Çıktı Veli. Veli çıktı. Babamın yolu. İşə bax da, Allah bir tərəfdən bağlayanda bir tərəfdən açır. Ne diyorsun Ervat? Neyi bağlayıp, neyi açıp? Deyirəm, ay Pir Məmməd, gəl bu dəfə əlini evləndirək. Vəli qalsın sonraya. Ay Ervat, ne dediğini kanırsan? Bəs kız evine ne diyecek? Xan Əhməd deməzmi ki, ay quda, birinci sen kızı Vəliyə alırdın, indi də Əliyə alırsan. Xan Əhməd heç də deməz. Onsuz da Pəriyə elçi gedəndə demədik ki, Vəliyə alırıq. Bəs ne dedik? Dedin ki, Allahın izni ilə, Peyğəmbərin buyruğu ilə qızımızı oğlumuza istəyirik. O da dedi ki, nə deyirəm, biri qız, bir oğlanındır. At qulağı iki qardaşdır. Olmasın Vəli, olsun Əli. Hə, nə deyirsən? Ne diyeyim valla? El ne deyir bu işe? Ben ne diyeceğim ki? Veli etiraz eləmişsə. Ben ayakkabı ayağıma girenler razıyam bana. Etiraz ediləmirəm. Etiraz ediləmirəm. Ya bir dakika. O toyda ki mən uzun dərən oynaya bilmədim. Yanıq kərəmini oynaya bilmədim. Şalaxını oynaya bilmədim. Ne edirəm mən o toyu? Allah xoşbəxt eləsin. Evlən. Eşitdin mən? Evlən. Eşitdin mən ha? Evlən. Ha, hələ bir qucaqlama da istəyirsən ki? Evlən. Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin. Ay maşallah. Gələn dəfə Vəlini evləndirərik. Sözün düzü Qüdrətin qızı Xeyransadan çox xoşum gəlir. Əsl Vəliyə layiq qızdır. Yaxşıdır da, Pəri Əliyə, Xeyransa Vəliyə. Allah xoşbəxt eləsin. Mübarək olsun gəlsin. Allah xoşbəxt eləsin. Mübarək olsun, mübarək. Başa qalıyasın. Can budalar, gözümüz aydın olsun. Ay Pir Məmməd kişi, yaxın gəl. Ortaya gel. Xan Əhməd kişi, sen de gel. Allah mübarək eləsin. Kaç ay? Uzağa gitme. Mahnı bitenden sonra sana söz vereceğim. Yol verin kudam gelir. En aziz adam gelir. Yol verin kudam gelir. En aziz adam gelir. Oğlunun toy gününde konçasında pay gelir. Oğlunun toy gününde konçasında pay gelir. Mən elə
Elə bildim Vəliyə istəyirsiniz qızı. Əşi, sənin üçün nə fərqi var? Vəl olmasın, əli olsun. Əsas odur ki, mənim kimi kişi ilə qohum olursa. Heç mən də pis oğlan deyiləm. Ağrı yaxşı qurtardı. Xoşbəxt olsunlar. Amin, amin. Elə bildim Vəliyə alırlar məni. Ayakkabı Vəli'nin ayağına olmaz mı? Mənim ayağım olmaz. Vəli qaldı ya. Sənin üçün olsun ay xeyransa. İnşallah Novruzdan sonra sizə baş çəkəcəyik. İnşallah qızım. Saxlasın xudam səni, bəslərəm qohum kimi, qəlbimdə xudam səni, bəslərəm qohum kimi, qəlbimdə xudam səni. Xeyransa, xeyransa, xeyransa. Ay qız, xeyransa. Deyirəm ki, şeydir, gəlinin yanını boş qoymazsan, ha? Məncə heç bəyin də yanını boş qoymazlar. Sən niyə gəldin? Az mən sənə görə gəldim. Doğrudan. Süper. Mən elə bildim sənin toyun olacaq. Ayakkabı ayağım olmadı. Əlin ayağım oldu. Ama yaxşı ayağım olmadı. Olsa benim ürəyim başqasından. Soruşmaq ayıp olmaz. Soruş. Bana soruş. Sənin ürəyin kimdədir? Qoy yollar asılsın. Buzlar qar ərsin. Ayağımın ölçüsü ayakkabı tapım. Onu da bilərsən. Biraz mı? Dur. Özü 44 değil. Ana! Ne olub ay bala? Ne ses göy salmısan, hə? Ne olub? Ne olub, dinə? Hə? Ne? Ay! Tapıldı. Ayakkabı. Ayağım da ölçüsü. Hə? Təbrik edirəm. Bir də götür giyin, baxım. Hə, giyin. Asız kolumdan. Hə, giyin balam. Hə. Oldu. Hə, oldu. Özü de rahat oldu. Ay xeyransa, sən nə deyirsən, oldu? Oldu. Maşallah, oldu. Evimizdə şənlik var, yığılıblar qonaqlar. Evimizdə şənlik var, yığılıblar qonaqlar. Açılıb süfrə